Hər kəsə salam, hər biriniz xoş gördük. Bugün Dövlət İmtahan Mərkəzi tərəfindən 12 aprel 2026-cı il tarixində 9-cu sinif buraxışı imtahanında riyaziyyat fənni üzrə istifadə olunmuş test tapşırıqlarının izahına baxırıq. Gəlin 7-ci sualdan başlayaq. Tam səthinin sahəsi 24 kvadrat santimetr olan kubun həcmini tapın. Verilmiş kubun tam səthinin sahəsi 6a kvadratı düstur vasitəsilə hesablanır. 6a kvadratı 24-dürsə, a kvadratı o zaman 4-dür. Buradan a-nın 2 olduğunu tapırıq. Həcmi isə a kubudur, yəni 2-nin kubu bərabərdir 8b variantı. 8-ci suala baxırıq. X bərabərdir mənfi 2 olarsa, mənfi 1/5x vurulsun, mənfi x bölünsün 3 çıxılsın 2 ifadəsinin qiymətini hesablayın. Gətirib x-in yerinə mənfi 2 yazsaq, mənfi 1/5-i mənfi 2-yə vuranda 3 vurulsun. 2 dənə mənfi müsbət eləyəcək, 3-də 2 çıxılsın 2. Birinci mötərizəni üçün hesablasaq, olacaq mənfi 3-də 4 vurulsun 3. 3-də ixtisar getsə, nəticə mənfi 4-ə bərabərdir. 59-a baxaq, deməli, ortaq vurğu mötərizə xaricdən çıxardaq. Surətdə 7-ni qarşıya çıxartsaq, D üstəgəl C, məxrəcdə 21-i qarşıya çıxartsaq, D üstəgəl C. D plus C-lər ixtisar getdi, 21 ilə 7 ixtisar gedəndə nəticə 3-də 1-ə bərabərdir. A variantı. 60-a baxırıq, üçbucağın tərəflərinin uzunluğu 16 sm, 18 sm və 20 sm-dir. Daha sonra təpələri verilən üçbucağın tərəflərinin orta nöqtələrində, deməli bu tərəflərin orta nöqtələrində təpələri yerləşən bir üçbucaq var və bizdən bu üçbucağın perimetrini soruşur. İndi uşaqlar, verilmiş böyük üçbucağa A, B, C, alınan kiçik üçbucağa M, N, K ilə işarə edək. Burada NK tərəfi AB tərəfinə paralel olub orta xəttidir və yarısına bərabərdir. Eyni zamanda MKBC-nin orta xətti yarısına bərabərdir. MN də AC tərəfinə paralel olub yarısına bərabərdir. Yəni 10-dur. Perimetr tapanda bütün tərəflərin cəmini tapırıq. Bu da olacaq 27 A variantı. 61-ə baxırıq. Çevrənin uzunluğu 2 pi düsturu vasitəsilə hesablanır. Deyir çevrənin uzunluğu 32 pi santimetr olan dairənin radiusunu tapın. Burada uşaqlar pi-lər ixtisar gedir. 2 ilə 32 ixtisar gedir, qalır 16. Radius yəni 16 santimetrə bərabərdir. 62-yə baxırıq. Bölünən 496, qismət 4, qalıq 96-dır. Böləni tapın. Deməli uşaqlar, qalıqlı bölmə əməlində bölünən bölünsün bölən bərabərdir. Natamam qismət və qalıq alınır. Buradan biz bölünən bərabərdir. Böləni vuracam, natamam qisməti üzərinə gələcəm qalığı. İndi gəlin verilənləri yerinə qoyub hesablayaq. 496 bərabərdir. Bölən bilmirəm nədir, B ilə işarə edək. Qismət 4 üstə gəlsin qalıq. 96-ı sol tərəfə keçirsəm, aydın məsələdir ki, işarəsi dəyişəcək, yəni müsbət oldu mənfi, bərabərdir 4B. Buradan da 4B-ni 400, B-nin 100 olduğunu tapırıq. 63-ə baxırıq. Verilmiş kvadrat tənyin kökləri mənfi 5 və 3 olarsa, B bölünsün A nisbətini tapın. Tənyin köklər x1 və x2 ilə işarə etsək, verilmiş kvadrat tənlik çevrilməmiş kvadrat tənlikdir. Biz onu çevrilmiş kvadrat tənliyə gətirmək üçün hər tərəfi baş əmsil olan A-ya bölməliyik. X-in kvadrat üstəgəl B böl A, X üstəgəl C bölünsün A bərabər 0. Viyyət teoreminə əsasən tənyin kökləri cəmi əks işarə ilə ikinci həddə bərabərdir. Buradan da alırıq ki, mənfi 5 üstəgəl 3 bərabərdir, mənfi B bölünsün A. Mənfi B bölünsün A bərabərdir, mənfi 2. Hər tərəfi mənfiyə bölsək, B bölünsün A bərabərdir 2 alırıq. Cavab oldu D variantı. 64-də baxaq, verilmiş ədədləri müqayisə edin deyir. Deməli, mənfi 5-in kvadratı. Uşaqlar, bu mənfi 5-in mənfi 5-ə hasil, yəni mənfi 5-i 2 dəfə öz-özünə vurmaq deməkdir. Aydın məsələdir ki, 2 eyni işarəli ədədlərin hasili müsbətdir, oldu müsbət 25. B-də nədir? Deməli, 5-i kvadrata yüksəldirik, qarşısına mənfini atırıq, C-də mənfi 5.
Aydın məsələdir ki, hər bir müsbət ədəd mənfi ədəddən böyükdür. Yəni A həm B-dən, həm C-dən böyük olmalıdır. Mənfi ədədlər müqayisəsinə baxanda isə hesablama başlanğıcına daha yaxın olan böyükdür. Yəni -5 -25-dən daha böyükdür. Cavab oldu B variantı. 65-ə baxaq. Deməli, 180 ədədi 1, 2, 3 nisbətində 3 hissəyə ayrılmışdı. Bu ədədləri tapın. Yəni x, 2x, 3x nisbətində ayrılıb. Deməli, cəm bərabər 180. Buradan alıram ki, 180 6x-a bərabərdir. X bərabərdir 30. O zaman 30, 2x, 2 vur 30, 60. 3x da 3 vur 30, 90. Daha sonra 66-ya baxaq. Deyir ki, koordinat müstəvisində A, B, C, D kvadratın A 4, 1. Gəlin burada kiçik bir kvadrat təsvir edək. Deməli, A nöqtəsinin koordinatı 4, 1-dir. C nöqtəsinin koordinatları 2, -1-dir. D nöqtəsinin koordinatları 2, 1 təpələr verilmişdir. Deməli, D-nin baxıram ki, A ilə Y-i eynidir. Yəni, eyni şaqlı oxda yerləşməlidir. Mən burada D-nin koordinatı 2, 1. Daha sonra C-nin koordinatları artıq D ilə X eyni olmalı. Çünki eyni üfüqi vəziyyətdə yerləşiblər. Buradan mən B təpəsinin koordinatlarını tapmalıyam. Demək, baxıram ki, B təpəsi də A ilə eyni X oxunda yerləşib. Yəni, X-lər eyni olmalıdır. Və B, C ilə Y-lər eyni olmalıdır. Çünki eyni şaqlı oxda yerləşiblər. Bu olan variantda deməli 4 -1 B variantıdır. 67-yə baxaq. Deməli, kəsrin məxrəci surətindən 1 vahid böyükdür. Kəsr xətti çəkək. Deyir ki, məxrəc surətdən 1 vahid böyükdür. Bu kəsri onun tərsi olan kəsrə toplasaq, tərsi yəni məxrəclə surətin yerini dəyişdirsək, x üstəgəl 1 bölünsün x. Deməli, tərsi olan kəsri toplasaq, olacaq cəm 2,5. Bu kəsiri tapın. İndi inşallah vermiş bu kəsiri orta məxrəcə gətirsək, hasilinə bərabər olacaq. Yəni x vurulsun, x üstəgəl 1. Daha sonra vermiş bu ortaq məxrəci bölürəm birinci kəsirin məxrəcinə, tapıram x. İkinci kəsirin məxrəcinə böləndə x üstəgəl 1. Gəlin, vurub hasilini tapaq. X-in kvadratı üstəgəl. X üstəgəl 1 vurulsun, x üstəgəl 1, x üstəgəl 1-in kvadratı bərabərdir. 2,5-i mən 2,20-də 1 şəklində yaza bilərəm. Yəni, 20-də 41 şəklində. Necə elədim? 20-ni vurdum 2-yə, 40, üstəgəldim 1, 41. Daha sonra, x üstəgəl 1-in kvadratını açaq. X-in kvadratı üstəgəl 2x üstəgəl 1. Burada görən nə olacaq? 2x-in kvadratı üstəgəl 2x üstəgəl 1 bölünsün x-in kvadratı üstəgəl x bərabərdir 20-də 41. Daha sonra çarpaz vuraq. Olacaq 40x-in kvadratı üstəgəl 40x üstəgəl 20 bərabərdir 41x-in kvadratı üstəgəl 41x. Daha sonra gəlin hamısını bir tərəfə keçirək. Olacaq x-in kvadratı üstəgəl x çıxılsın 20 bərabər 0. Viyyət teoreminə görə köklərini tapsaq, kökləri cəmi -1, kökləri hasili -20. Bu da uşaqlar. -5-dən müsbət 4-dür. Aydın məsələdir ki, kəsirin surət və məxrəci də hər ikisi müsbət natural qiymət almalıdır. O zaman -5 ala bilməyəcək. Burada x-in qiyməti 4-dür. Bizə nə istəyir? Bu kəsir tapın. Verilmiş kəsir x bölünsün, x üstəgəl 1-dir. Yəni, x-in yerinə 4 qoysaq, 5-də 4 cavab oldu E variantı. Daha sonra 68-ci suala baxaq. Bu hissəni silim ilk öncə. 68-də uşaqlar, burada mən gəlin 16-ın yazım 4-ün kvadratı kimi. Fikir verin, A-nın kvadratı çıxsın, B-nin kvadrat düsturu yarandı. Necədir bizim düsturumuz? A çıx B, A üstəgəl B. Yəni, mən bunu belə yazıram. A çıxılsın 5-in kvadratı, çıxılsın 4-ün kvadratı. Buna bir A, buna bir B kimi baxsaq, deməli, A çıx B vurulsun. A üstəgəl B.
Daha sonra uşaqlar -5 çıxılsın 4 olacaq -9. -5 üstə gəl 4 -1. Bu olan variantda ev variantıdır. 69-a baxaq. Demək, verilmiş ifadənin qiymətini hesablayın deyir. Gəlin hesablayaq. Birinci mötərizənin için hesablayaq. Oldu. Deməli, 4-də 51 vurulsun 2, çıxılsın 27. Bölünsün. -4 üçün kvadrat uşaqlar 16-da 9 eləyəcək. İndi burada 2 ilə 4 ixtisar getdi, qaldı 2. Daha sonra bu verilmiş mötərizənin içərisini hesablasaq. 2-də 51 çıxılsın 54. Burada bölünsün 16'da 9 yazılıb. Gəlin vurulsun 9'da 16 yazaq. İndi hesablasaq. Burada olacaq qiymət -2'də 3 vurulsun 9'da 16. İxtisarlarımızı aparsaq. Oldu. -3'də 8. Baxıram, belə bir variant yoxdur. İndi verilmiş düzgün olmayan kəsiri qarşı qədə çevirəndə 8'i bölürəm 3'ə. Oldu 2 tam. Qalıqdı 3 və məxrəcli olduğu kimi qalır. Cavab oldu E variantı. Daha sonra 70'ə baxaq. 70'də uşaqlar. Burada kök altında 25'dən 5 çıxır. Yerdə qaldı 4 üstə gəl 5 kök altında 9'a bərabərdir. Kök altında 9'dan da 3 çıxır. D variantı. 71'ə baxırıq. Tərkibində 2,5% mis olan 1 ton mis kolçedanından 21 kilogram mis alınmışdır. Neçə faiz mis itkiyə getmişdir? Deməli, 1 tonumuz 1000 kiloqramdır. 1000 kiloqramın 2,5 faizi misdir. Yəni 25 kiloqram. Və buradan 21 kiloqram mis alınmışdı. O zaman 4 kiloqram artıq itkiyə gedib. İndi görək 4 kiloqram itkiyə gedibsə neçə faiz mis itkiyə gedib? 25'də 4 vurulsun 100. Bu da olacaq 16% itkiyə getmişdir. Daha sonra 72-ci suala baxırıq. ABC və YDF üçbucaqlar bir-birilə oxşardır. X-i tapın deyir. Demək uşaqlar, oxşarlığa görə uyğun bucaqların qarşısında duran tərəflərin nisbəti bərabərdir. Yəni B bucağın qarşısında duran 2x çıxılsın 5'in D bucağın qarşısında duran 6'ya nisbəti bərabərdir. A bucağın qarşısında duran 4'ün Y bucağın qarşısında duran x üstə gəl 4'ə nisbəti bərabərdir. Gəlin çarpaz vuraq. Olacaq deməli 2x çıxılsın 5 vurulsun x üstə gəl 4 bərabər 6 vur 4 24. Vurub açsaq 2x'in kvadratı üstə gəl 8x çıxılsın 5x çıxılsın 20 bərabər 24. Bunu hesablasaq olacaq 2x'in kvadrat üstə gəl 3x 24'ü sol tərəf keçsə olacaq -44 bərabər 0. Gəlin kvadrat təyin diskriminantla həll eləyək. B'nin kvadratı minus 4AC bərabərdir 361 kök altında 19 çıxacaq. Daha sonra x1 bərabərdir -b üstə gəl kök altındadır bölünsün 2a. Olacaq 16 bölünsün 4 4. x2'yə baxaq. -b minus kök altında d bölünsün 2a. Olacaq -22 bölünsün 4. Aydın məsələ ki, verilmiş üçbucağın tərəfi mənfi ola bilməz. O zaman x-in qiyməti 4'ə bərabərdir. Daha sonra 73'ə baxaq. Bu hissəni silim. -3 kiçik bərabərdir 2x kiçik bərabərdir 11 bərabərliyin tam həllərinin cəmini tapın. Gəlin ki, öncə hər tərəfi 2'yə bölək. -1/5 kiçik bərabərdir x kiçik bərabərdir 5/5. X-in aldığı qiymətləri -1 0 1 2 3 4 5. Cəmi istəyir. -1 müsbət bir islah getdi. Yerdə qalanın cəmi olacaq 14. 2x üstə gəl y bərabər 5 təninin qrafik üzərində absesi -4 olan nöqtənin ordinatı tapın. Yəni x-in yerinə -4 qoyub y axtarıram. -8 üstə gəl y bərabərdir 5'ə.
Y tapanda 5-dən çıxacam -8-i. Buradan da Y tapıram 13. Daha sonra 75-ə baxırıq. Deməli, verilmiş cəm cüt ədəd olarsa, A + B cəminin ən böyük qiymətini tapın. Deməli, uşaqlar, bizdə cəm cüt ədəddir. Sonuncu rəqəmlərə fikir verməliyik. Gəlin, cəmin ən böyük qiymətini istəyirsə, mən onun yerinə 9 qoyuram. Və A, B-dən fərqlidir. Məsələn, bu şərt olmasaydı, mən B-nin yerinə 9 qoyardım. 9 + 9, axır 8 ilə qutarardı, cüt olardı. O zaman mən bura 8 qoysam, 9 + 8, 17, sonra 7 ilə qutardı. Bu tək ədəddir, mənə maraqlı deyil. Sonra B-nin yerinə 7 qoysam, 9 + 7, 16, sonu cütdür. Və A + B cəminə baxaq, oldu 16. Daha sonra verilmiş tənqidlər sistemindən x - y ifadəsinin qiymətini tapın deyir. Deməli, verilmiş tənqidlər sistemini tərəf-tərəf toplasaq, 2x-in kvadratı çıxılsın 4xy + 2y-in kvadratı bərabərdir 18. 2-ni qarşıya çıxartsaq, x-in kvadratı çıxılsın 2xy + y-in kvadratı bərabərdir 18. Və hər tərəfi 2-yə böləndə tapırıq ki, x çıxılsın y-in kvadratı bərabərdir 9. Və buradan x çıxılsın y-in fərqinin modulun 3-ə bərabər olduğunu tapdıq. Daha sonra 77-yə baxaq. Bir təpəsi koordinat başlanğıcında olan və diaqonalları K4 0 nöqtəsinə kəsişən, yəni x-i 4-dür. ABCD kvadratının sahəsini tapın. Deməli, koordinat başlanğıcından K nöqtəsinə qədər olan məsafə 4-dürsə, deməli, K nöqtəsindən C nöqtəsinə qədər olan məsafə 4 olacaq. O zaman verilmiş bu kvadratın diaqonalı 8-dir. O zaman biz sahə düsturu nəyə bərabərdir? Diaqonalın kvadratı bölünsün 2. Yəni, 64 bölünsün 2, 32-yə bərabərdir. 78-ə baxırıq. Deməli, AC və BD düz xətləri E nöqtəsinə kəsişirlər. Əgər YF BYC bucağının tənböləni, gəlin bura alfa yazsın, burada alfadır, çünki YF BYC bucağının tənböləni CYD 50 dərəcə olarsa, AYF-i tapın. Məndən bu hissəni istəyir. Deməli, uşaqlar, burada BD düz xətdir. Yəni, açıq bucaq əmələ gətirir. O zaman 2 alfa və 50-nin cəmi 180 dərəcəyə bərabər olmalıdır. Buradan 2 alfa bərabərdir. 180 çıxılsın 50 dərəcə. 2 alfa bərabər 130 dərəcədirsə, alfanı tapırıq 65. Bura 65, bura 65. Daha sonra AC düz xətti var. Yenə 180 dərəcə bucaq əmələ gətirməlidir. Burada mən özümə bir beta yazım. Beta üstə gəl. Mən artıq 65 cəmin 130 dərəcə olduğunu bilirəm. Bərabər 180 dərəcədirsə, buradan betanın 50 dərəcə olduğunu tapdım. Daha sonra o zaman x nəyə bərabərdir? 65 üstə gəl 50, 115 dərəcə. 79-a baxırıq. Deməli, ABCD düzbucaqlısında BM AC-yə perpendikulyardır. DN AC-yə perpendikulyar və BM 5 cm, BMN üçbucağının sahəsi 60 kvadrat santimetr olarsa, AC-ni tapın. Deməli, uşaqlar, bizdə deyir ki, bu hissənin sahəsi 60 kvadrat santimetrdir. Bu BMC üçbucağı düzbucaqlıdır. Bura bir A tərəfi deyirəm. Sahəsi necə tapılır? Hündürlük, yəni 5 vurulsun, oturacaq A, bölünsün 2, bərabərdir 60. Buradan da mən A-nı tapıram 24. Daha sonra verilmiş bu üçbucağa baxaq. Demək olar, bu tərəfə 1x yazıram. Burada 1x olacaq. Mən bu hissəyə h-ın kvadratı bərabər n vur n və yaxud da buna mən Euler düsturda deyə bilərəm. B-min kvadratı bərabərdir. A-n vurulsun MC. Yəni 5-in kvadratı bərabərdir
x vurulsun 24 üstəgəl x. İndi gəlin bunu vurub açıb hesablayaq. 24x üstəgəl x-in kvadratı çıxılsın 25 bərabər 0. Tənyin kökləri hasili -25, cəmi -24-dürsə, bu zaman -25 ilə müsbət 1 alırıq. Bilirik ki, verilmiş tərəfin uzunluğu mənfi ola bilməz. Bizə müsbət 1 qiyməti lazımdır. O zaman AC-nin uzunluğu 24 üstəgəl 1 üstəgəl 1 26-ya bərabərdir. 80-ə baxırıq. Deməli, 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Fizika fənnindən qeyri-məqbul qiymət alanların sayı 8. Deməli, bir eləyir Venn diaqramı çəkək. Fizika, kimya, ortadakı hər ikisidir. Deyir, fizika fənninə qeyri-məqbul olan şagirdlərin sayı 8-dir. O zaman kimyadan məqbul qiymət alanların sayı 8-dir. Daha sonra deyir ki, hər iki fəndən məqbul qiymət alanlar sayı 9. Demək, ortaqlar 9. Yalnız fizika fənnində məqbul alanlar sayını tapın. Buna bir x deyək. Və bizim sinifimizdə 24 nəfər şagird var. O zaman x üstəgəl 9 üstəgəl 8 bərabərdir 24. Buradan alıram ki, x üstəgəl 17 bərabər 24-dürsə, x bərabərdir 7. Nəhayət sonuncu sual olan 81-ə baxırıq. Cədvəldə 26 tələbənin riyaziyyat imtahanından topladığı ballar haqqında məlumat verilmişdir. Ardıcıl seçilmiş 2 tələbənin birincisinin 70-84, ikincisinin 85-99 bal arası nəticə göstərmiş tələbə olması ehtimalı tapın. Demək olar, ehtimal əlverişli halların sayının mümkün halların sayına nisbətidir. Bizim 26 tələbəmiz var. Əlverişli hallarımızın sayı deməli, deyir ki, ardıcıl seçilmiş 2 tələbənin birincisinin 70-84, 70-84 uşaqlar 3 üstəgəl 7 10 nəfərdir. Artıq 2 tələbədən biri seçildi. Yəni 26 tələbədən biri seçildi, yerdə qaldı 25 tələbə. İkincisini isə 85-99, 10 üstəgəl 3 13 nəfər. İndi biz bu ehtimalı tapmalıyıq. İxtisarımızı aparsaq, nəticə 5-də 1 və yaxud da 0,2-yə bərabərdir. Sağ olun, salamat qalın. Gələcək izahlarımızda görüşərik.